Bolşeviklər Gəncə üsyanını necə yatırdı? Üsyan rəhbərlərindən olan Məmməd Qasım yazır: At və insan meyitlərindən tərpənmək mümkün deyildi. Taxıl zəmiləri də məhv edilmişdi. Top mərmiləri, pulemyot güllələri təpəmizə dolu kimi yağırdı. Ermənilər tərəfə çəkilən bolşeviklərin sayı an-ban artırdı. Bizə isə yardım gəlmirdi. Nəhayət bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər. Onlar 3 gün, 3 gecə heç kimə fərq qoymadan uşaqları, qadınları, qocaları da vəhşicəsinə məhv etdilər. Küçələrdə o qədər meyit var idi ki, hərəkət etmək mümkün deyildi. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Gəncə çayı daşdığından düşmənlərin şəhərə daxil olmasına maneçilik törədirdi. Şəhərin su hovuzları da qızıl qana dolmuşdu. Evlər, bağ-bağçalar, parklar dağıldığından çaşbaş qalmış camaat hərəs bir tərəfə qaçırdı. Doğudan gələn və şəhər güclü atəşə tutan bolşeviklərdən canını qurtarmaq istəyən zavallı xalq əsasən qərb tərəfə qaçırdı. Fəqət qarşılarında qudurmuş dalğaları ilə aşıb daşan Quşqara çayı vardı. Daş qaya nə varsa sürükləyib gətirən çayın belə axmasını mən birinci dəfə idi görürdüm. Aləm cəhənnəmə dönmüşdü. Qanlı bolşeviklərdən canını qurtarmaq istəyən uşaqlar, qızlar, gəlinlər, qocalar, qarılar özlərini çaya atır, sellərdə qərq olurdular. İçi insanlarla dolu arabalar da çayda beşik kimi atılıb tutulur, məhv olurdu. Şəhərin quzey tərəfindən 2 hissə ilə düşmənlərin irəliləməsi fəlakəti daha da artırdı. Namus və iffətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra isə özlərini çaya atıb məhv olurdular. Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçirməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün deyildi. O qudurmuş dalğalardan məhv olan qadınlarımızın məsum çöhrələrini və çoxlarının "Qasım lələ bizi qurtar" deyə nalə çəkdiklərini hələ də unutmamışam. Bu faciə idi, dözülməz bir faciə. Belə hərəkətləri ilə bolşeviklər Azərbaycana hürriyyət, qardaşlıq və sosializmi necə gətirəcəklərini göstərdilər. Onlar Gəncəyə daxil olanda şəhər bomboş idi. Yenə də gəzib gözə görünənləri şəhid etdilər və belə bir ultimatum yaydılar ki, hər kəs 10 gün içərisində təslim olarsa ona toxunmayacaqlar. Onların bu hiyləsini yaxşı bilənlər aldanmadılar. Dağların zirvələrinə çəkildilər. Qanlı tarixlərinə yeni qanlı səhifələr yazmaq üçün hazırlıq gördülər. Məğlub olan Gəncə üsyanı yeni məcraya uğradı. Şərəfsizliyi qəbul etməyən üsyançılarımız mübarizəni davam etdirmək qərarını qəbul etdi. Dağları çəkilib qaçaq dəstələri düzəldərək döyüşməyə, bu qanı yerdə qoymamağa söz verdi. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.